Salam dostlar, bugün sizə hamının bostan mənənəsi kimi tanıdığı, latincası Apis cuspi glover olan ölçüləri 1,1-2 mm arasında olan, bədən quruluşu armud şəklində olan, rəngi açıq yaşıl, sarımtıl və ya tünd yaşıl olan mənə haqqında məlumat verəcəm. Gördüyünüz kimi bu kələmdir. Bu da yoluxmuş hissədir, götürmüşəm. Hal-hazırda sizə mikroskop altında daha yaxından göstərəcəm. Gördüyünüz kimi böyüdülmüş şəkildə sarı rəngdədir. 2 dənəsi kələmin üzərindədir. Qanadlı və ya qanadsız formada ola bilər. İldə bir neçə nəsil verir. Deməli, zərər verdiyi tərəvəzlər xiyar, pomidor, badımcan, biber, kələm, kahır, pambıq, sitrus bitkiləri, dekorativ və yavanı bitkilərdir. Zərərvermə üsulu bitkilərin zoğ və ya yarpaqlarının şirəsini sorur, bitkinin inkişafını zəiflədir, yarpaqlar bükülür və saralır. Həm də virus xəstəliyinin daşıyıcısıdır mənənələr, bildiyiniz kimi. Bu da bitkiyə ikili ziyan vurur. Mənənələr, belə deyək, bal şirə ifraz edir. Bu da göbələk xəstəliklərinin yaranmasına səbəb olur. Görürsünüz kimi yarpaqlarda görürsünüz qara kiflər əmələ gətirir. Bunlar da göbələk xəstəliklərdir. Mübarizə üsulu, məsəl üçün, aqrotexniki tədbirlərdir, alaq otlarının təmizlənməsidir, bitki qalıqlarının yandırılmasıdır, növbəli əkin sisteminə keçir. Kimyəvi mübarizə imidoqlobrid tərkibli, pimetrozin tərkibli, aketomiprid tərkibli dərmanlar istifadə edə bilərsiniz. Əlbəttə ki, istifadədən əvvəl preparatın istifadə və gözləmə müddəti barədə göstərişlərə əməl olunmaqla.